Prezident İlham Əliyev sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında İraq Respublikasının prezidenti Əbdüllətif Camal Rəşidlə görüşüb. İraq prezidenti dövlətimizin başçısına Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəli aparılması, xüsusilə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair sazişin paraflanması münasibəti ilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi və Azərbaycanın bundan sonra da sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcəyini dedi. Dövlətimizin başçısı Vaşinqtonda nəticələrin əldə edilməsində Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın xüsusi rolunu vurğuladı. Söhbət zamanı İraq prezidentinin Azərbaycana səfərləri və prezident İlham Əliyevlə keçirdiyi görüşlər məmnunluqla xatırlandı. Görüşdə Azərbaycanla İraq arasında münasibətlərin inkişaf etdirilməsində hökumətlərarası komissiyanın roluna toxunuldu. Enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.